iyanə toplandı, məbləğ toplandı. İndi itlərə, pişiklərə yemək almağa gedirəm zoo mağazaya. Çəkəcəm, siz də görəcəksiniz. Nədir? Bunlar normalda bizdə evdə qalırdılar. Sadəcə evdə pişiklərlə alınmır deyə oje həyətdədirlər. Qalanlar hanı bunların? Gedək doğranda çəkim. Gəldilər doğram amma. Nədir? Bacı qardaşları götürməyə gedirsiniz. Bu Doranın ilk balalarıdır. Bunlar Doranın ilk balalarıdır. Dora bu daha. Gedək. Məndən qabaq gedir. Biri balı. Bu kısaca doğandan sonra olur. Bu qarmanallidir Doranın kürəyi. Doğandan sonra belə başlayır şey olmağa. Məndən qabaq. Heç kəsi yaxın buraxmır ha ora. Balaların doğduğu yerə heç kəsi yaxın buraxmır. İmkan verməyəcək. Gəldi balaların yanına ki, dəymə balalarıma. Az. Get. Bu da Dora xanımın balaları. Kısaca bunlar sahiblendirilir. Amma hələ yox, çünki təzə doğulublar. Bir həftəlik idilər. Gördünüz bacı qardaşlarımızı? Gördülər. Bu Maylovdur, Maska kinosundan. O Xallıdır. Bu Alex'dir, bu Archie'dir, bu Gülümsərdir. Və sərəvil axır. Dediyim kimi, indi gedirik o mağazaya. Yemək almağa. Həm itlər üçün bir kisə, həm pişiklər üçün bir kisə. Balalar üçün. Birisi balalar ayrı xüsusi yemək yiyir, bala yeməyi. Bir də görün pul olsa yaş yeməklər alacağım. Deməli, gəldik zoo mağazaya. Biz illərdir buradan alışveriş edirik. Pet Friend mağazasından. Həm sahibləri çox gözəl insanlardır. Həm də personal işçi heyəti. Və həmişə də bizə indirim var. Bunu da araya soxuşdurum deyim. Bu qızı da gözdə göstəreyim. Bu qız da zoo mağazada qalır. Xəstə vaxtı, balaca vaxtı bura gətirmişdilər. Artıq böyüyüb, müalicə alıb, hər şey yaxşıdır. Günay, çəkiliş eləyə bilərəm? Hə? Hə, все. Hə, yox, Günay sadəcə kadra düşmək istəmir. Gəldik mağazaya. Mən sizə biraz mağazanı göstərim. Günay, nə var, nə yox? Nə əcəb maskada? Mən bilirsən də müalicə alırdım. Hə, mədə-altı vəzi, bağırsaq iltihabı, mən çox. Hələ də müalicə alıram daha doğrusu. Mənə mamagil baxırdı. Можно снимать? Mən Чихуахуа görəndə həmişə mən bilmirəm nədənsə все так думают, что они очень агрессивные бывают. Кто? Чихуахуа, да? Это чихуа? Да. Мы покупали как Это чихуахуа? пекинеса. Нет, это Чихуахуа, вы что? Мы покупали как пекинеса вот такая. Вам солгали. Грубо говоря, вас просто... Да. Вы сами же поняли. Это Чихуахуа. Они в основном знаем, что эти породы агрессивные бывают. Но видите, нет. Mən Azərbaycanda deyim. Biz adətən Чихуахуа parodaların agressiv paroda kimi bilir. Amma görsə əslində нет. Она смесь. Она пекинес чихуахуа. Bunun qulaqlarını yiyeyim mən. Maşallah. Mən biraz sizə mağazanı belə göstərim. Bu kısaca reklam xarakterli deyil. Sadəcə bilirsiniz, mən vlogda günlük hara gedirəmsə, nə edirəmsə onları paylaşıram və ətraflı paylaşıram. Belə ki olsun da reklam. Pis şey reklam eləmirəm ki. Və belə latoklar var. Bizim ən çox istifadə etdiyimiz latoklar bax bunlardır. Daşıma çantaları, heyvanlar üçün belə aksesuarlar, yemək qabları, su qabları. Bir də bu araya bir şey deyim ki, əsla heç vaxt başı çıxmayanlar üçün belə qablar almayın. Yemək qabı, su qabı bir yerdə olan qabları almayın. Bacardığınız qədər ayrı-ayrı alın. Nəyə görə? Çünki pişiklər, əl-axsızda pişiklər sevmirlər yemək qabının yanında su qabı olanda. Sevmirlər sadəcə. Ona görə heç məsləhət deyil. Belə bir kusnyaşkalar var. Bir de kısaca bu yeməklər haqqında mən daha əvvəlcə paylaşım eləmişdim, yadınızdadırsa. Happy Dog, Happy Cat firmasının yeməkləri. Azacıq da məlumat verəcəm, sadəcə indi yox. Videonun sonunda yəqin ki.
Gəmiricilər üçün, quşlar üçün, qəfəslər, yeməklər, vitaminlər, mel və s. belə. Ha, kstati bir də bunlar endirimdədir. Bunlar normalda neçədir Günay? 1.50-dir. 1.50'de çok sınırlı. İndi olub 99 qəpik paştetlərdir. Bunlar kstati şpritsə çox rahat çəkilə bilən paştetlərdir. Felix'lerimiz de indirimdedir. Sonra Animon'da kremler var. 70 kefeye düşüyor bunlar. Bunlar. Razı. Bunlar kstati çox sevirlər bizimkilər. Çox həddən çox ziyadə sevirlər. Bir də nə dedin endirimdədir? Felix səşəs. Felix çeşidləri, vlajni, yaş mama çeşidləri hal-hazırda endirimdədir. Bilirsiniz Felix də Purinandır, yəni Proplandan eyni firmanındır. Belə. İndi hələ ki videonu dayandırıram. Yeni davam eləyəcəm. Demək, pişiklər üçün bir kisə 14 kiloluq 4 klub aldım. Balacalar üçün endirimdəykən belə paştetlər aldım. 1 kiloda balacalar üçün Happy Cat firmasının bala yeməyini aldım. İt yeməyi almadım. Çünki niyə biz Darling alacağım? Daha ucuz yeməyi var. Onu da Rahat Marketdən alacağım. Kasıbçılıq. Belə. Bunlar toplam nə qədər elədi? Toplam elədiyi 127 manatı. Amma itlər üçün yemək almamışam. İtlər üçün yol üstü alacağım. Bala itlər üçün yadımdan çıxmışdı yemək almaq. Onu da götürdüm. Dovşan üçün xarici parazit dərman aldım bir dənə. Advantage. Bir də belə vitaminlər. Tüklər tökülməyə başlayıb deyə vitaminlər aldım. Bunlar nə qədər elədi? 20 manat da bunlar elədi. Pişiklər üçün də 2 dənə 20 litrlik qum götürdüm. Bunlar da elədi 40 manat. Dostum sağ olsun, pişiklərimiz üçün yaş yeməklər o ödənişini eləyəcək. Neçə dənədir yaş yemək var? 68 möhkəm danışdı, qorxu danışdı. 68 dənə Simbadır yaş yemək. 2 dənə Venom üçün, dovşan üçün yemək götürdüm. 20 dənə də belə həm balaca itlər üçün, həm də pişiklər üçün belə qarışıq yeməklər götürdüm. Bunlar elədi yaş yeməklər 190 manat 75 qəpik. Bu mağazanın qabağında həmişə yemək, domik var. Amma pişiklər bura gələndə, məni görəndə gəlirlər, üstümə mən də onlara əlavə yaş yemək açıb verirəm. Gəl. Özdə bu yeyəndə bir dənə yeyir, 3-4 dənəsini birdən yeyir. Bu pişik, bu mama pişikdir. Təzə doğuş eləyir. Bir də gözlərində problem var. Yəni bunu pulumla alıb verirəm də. Yesin, sen çek. Deməli, zoomağazadan alış-veriş elədik. Sadəcə dediyim kimi itlər üçün yeməyə pul çatmadı. Niyə pul çatmadı? Çünki qaydanda aptekdən yadıma düşdü ki, bala pişiklər üçün inqalyasiya üçün dərmanlar falan almalıydım. Plyonka falan almalıydım. O yadımdan çıxmışdı, aldım. İtlər üçün yeməyə pul çatmadı. Sağ olsunlar. İzləyicilərim həqiqətən kömək elədilər. İtlər üçün olan yeməyin pulunu düzəltdim. İndi gedəndə Rahat Marketdən alacağam. Niyə Rahat Marketdən? Çünki Rahat Marketdə ucuz yemək var. Hal-hazırda durumumuz, maddi vəziyyətimiz olmadığına görə məcburən ucuz yemək almalı oluram. Sözüm onda yox. Mağazadan çıxırdıq ki, mən bilirsiniz, hələ də müalicə alıram. Çox ciddi səhhətimdə problemlər var. Mağazadan çıxanda çox kəskin ağrılarım başladı. Hətta orada yerdə oturdum bir 20 dəqiqə falan. Ağrıdan nəfəs ala bilmirdim. Nəysə tez gəldim evə. Gələn kimi də yatdım, dərmanımı içib yatdım. Çünki o ağrılar elə bir şeydir ki, vaxtında yatmaq lazım ki, o ağrılar şiddətlənməsin. Sonra üçün qarşısını almaq olmur o ağrıların. Bu ağrı deyil, pristupdur. Pristuplardır. Daha ətraflı video çəkəcəm. Xəstəliyimin nə olduğunu, xəstəliklərimin daha doğrusu nə olduğunu, nə kimi fəsadlar yaratdığını. Belə. İndi gedirik sığınacağa.
Düzdür, mən heç bir fiziki iş görməsəm də yenə də yoruluram. Yenə də bildiyiniz kimi xəstəlik elə bir şey, bu xəstəlik elə bir şeydir ki, məni oturduğum yerdə də yorur, təngi nəfəs eləyir. Gəldik rahata. Niyə? Çünki dediyim kimi itlər üçün yemək burada daha ucuz yemək var deyə indi buradan ucuz yemək alacağıq. Darling alırıq. Əslində mən o yeməyi sevmirəm, sadəcə məcburiyyətdən. Çünki ən münasib qiymətə odur da hal-hazırda. Zibil kilok alacağıq. Hə? Hə. Neçədir? 60 manat. 10 kilo, 15. 15 kilo 60 manat. 15. 15 olar, 10 deyil. 15 kilo 60 manat. 15'ti 15'ti. Bura bak. Ya. Burada yazılır kilosu. Ya. Gel hele ben gücü verəmirəm. Yok bu tərəf. 15 kilo. Tane götür de sen. Bir de şey nardarana şey lazımdı. Eski. Bunlardan. Bundan. Hə? Möhkəm danışdı. Niyə qorxa-qorxa danışsın? Desən ucuz yerdən alarıq onu. Orada çıxmırıq axı ucuz yerdən alaq da. Hara çıxırıq alaq? Deməli, itlər üçün yemək aldım. Zibil kiloku bunlar elədi 66 manat 70 qəpik. Əlavə olaraq aptekdən plyonka falan. Plyonka saat nə qədər tutdu? Hə? 12 manatda plyonka elədi. Yemək bəyəxsələ mağazadan almışdıq. Bilirsiniz bizdə 2 dənə sığınacaq var. Biri Nardaranda, biri Zabratda. Nardarandakilara yemək götürmüşdük. İndi Zabratdakilara qalanını gətirdik. Bu da bayaq aldığımız qumlar, bir də yaş yeməklər. Açar gəl. Salam. Keç. Mişka. Ha Mişka. Bilmeyenler için diyeyim, biz Mişkanı geçen il götürmüştük çölden. Sahibi atıp gitmişti Rusya'ya, kalmıştı küçelerde. Ayağımı bulaştırdım ha. Bunu da bizim həyətə gətirib atmışdılar. Bu ise Pussi'dir. 2 il bundan qabaq, yox 1 il bundan qabaq, keçən yoxsa iniş il, dəqiq yadımda deyil. Burada bizdə küçə iti var, o doğmuşdu, onun balalarından biridir. Onu da uşaqlar gətirmişdi bizə, indi böyüyüb maşallah 2 qızdır. Burada əslində 4 dənə it var idi, burada Qafi də var idi, sadəcə Qafi həyətdən qaçdı, sonra tapa bilmədik. Nə qədər axtarımsa tapa bilmədim. Belə. Yeməklərini veririk, quru korumdan. Yaş korumu karıştıracağız. Bu kadar bəs eləyəcək bunlara. Quru yeməklərini tökdük. İndi üstünə də yaş yeməklərini tökəcək. Həm çox olsun, həm də həm quru, həm yaş yemək yemiş olsunlar. Hava soyuqdur, ona görə elə bəkdə olar. Yoxsa normalda suludur.
Normalda bu jile deyil yeməyin içindəki sousdur. Prosta hava soyuqdur deyə donub, bərkiyib. Yaxşılıqda qaldı itələdim. Yox, axmayacaq onun içinə, şəb özünü yorma. Bir dənəsini qarışdır, qoy görsünlər necə olur da. Mən çox çəkməyim. Çətin oldu deyə böyük qaba tökdük. Yaş yeməklə quru yeməyi qarışdırdıq, üstünə su tökdük. 2 dəfə belə eləyəcəyik. Bu polunu çatacaq hamısına. Yoğuldur. Yoğururuq indi də. Elə tam hamısını açmamışıq yeməkləri. Bu ikinci qabdır. Hələ yenə də tam deyil. Bir dənə də eləyəcəyik. Deməli, bu qədər doldurduq. Böyle. O bir qabları görmürlər, boş qalır. Deməli, yeməklərin verdiyi pişiklərin gəldiyi sığınacaqdan, indi bu biri sığınacağa. Bizdə bilirsiniz 2 dənə sığınacaqdır. Biri Nardaranda, biri Zabratda. Əslində əvvəl bir dənə sığınacaq idi. Sadəcə vəziyyət elə gətirdi ki, məcburən 2 ayrı yerdə baxmalı olduq. Hələ ki siz videolarda gördüyünüz bir dənə sığınacaqdır. İkinci sığınacağı görmürsünüz ki, orada daha çox it var. Burada daha çox it var və pişik çoxdur. Deməli, gün sonunun dəyərləndirməsini eləmək istəyirəm. Bugün təkcə taksiyə Nardarandan Razinə, Zormağazaya, Bakıxanovdan Nardarana gəlmək üçün 30 manat taksi pulu getdi. Təkrar Nardarandan Zabratdakı sığınacağa, çünki oradan yol üstü rahat marketə falan da dəydi. Və Zabratdan təkrar Nardarandakı sığınacağa gəlmək üçün də 25 manata taksi pulu getdi. Yəni 55 manat təkcə bugün taksi yol xərci eləyib. Əlavə olaraq demək istəyirəm. Gələndə sürücü biraz kobud sürücüydü. O da başa düşmüyor olar. İnsan yorğun olur, yuxusuz olur. Plus yolların vəziyyətini, Zabratın yolların vəziyyətini bilənlər bilir, bilməyənlər çünki bərbad vəziyyətdədir. Əlavə olaraq bugün mən Zormağazada ağrılarım başladı. Ona görə tez gəlib yatdım. Bugün biraz sığınacağa gec getdik. Düzdür, yenə də deyirəm, mən heç bir fiziki iş görmürəm. Dostum sağ olsun, o eləyir. Amma yenə də bu belə məni yorur, bu belə məni ağrılarıma səbəb olur. Demək, gələndə Zabratdan neçə pişik? 7 pişik gətirməli olduq. Niyə olar? Çünki hələ 5 dənəsini gətirməliyik. Müalicə olunmalı olanlar, müalicə almalı olanlar pişiklər də olar. Çünki bizdə küvəz, inkubator, oksigen aparatı falan buradadır deyə Nardarandadır. Məcburən bura gətirdik. 2 yerdə sığınacağın 2 yerdə olmasından bağlı da deyim. Əslində bizdə əvvəldən bir yerdə idi sığınacaq. Sadəcə bəzi səbəblərdən dolayı 2 yerdə olmalı oldu. Bu da müvəqqəti olan bir şeydir təbii ki. Hətta biz aylıq bir sığınacağın aylığı 500 manat, bir sığınacağın aylığı isə 900 manatdır. Plus 900 manatdır. Plus bunun hər iki sığınacağın kommunalları var. Düşünün. Hələ mən sizə bugünkü yol xərcini dedim.
Yəni düşünün bu aylıq nə qədər xərc eləyir, yəni əlavə xərc eləyir. Amma bir yerdə olanda həmin günlük xərci mən yeməklərinə verirəm, mən iynə dərmanlarına verirəm, müalicələrinə verirəm, baxımlarına verirəm. Başa düşürsünüz nə demək istəyirəm? Nə demək istəyirdim başqa? Aha, başqa nə deyəcəkdim? Başqa heç nə. Belə demək istədiklərim bu qədərdir. Yenə isə deyirdim, burası yadımdan çıxdı. İndi yadıma düşsə deyəcəm. Videonu dayandırıram, yadıma salmağa çalışacağım. Əgər yadıma düşsə deyəcəm. Taksi sürücüsü ilə qaydanda taksi sürücüsü ilə biraz sözümüz çəp gəldi belə deyək. Səbəb isə vəhşi kimi sürmək idi. Bilənlər bilir, bilməyənlər üçün deyim. Mən panik atak xəstəsi bir insanam. Panik ataka dediyimiz xəstəlik o nevroloji, to есть psixoloji olan bir xəstəlikdir. O nə zaman tutur? Həyəcanlananda, çox yorğun olanda, qorxanda falan. Bunlar mənə olmaz. Məsələ ondadır ki, panik atak birbaşa mədə-bağırsaq sağlamlığına da təsir eləyir. Yəni hal-hazırda bildiyiniz kimi mən səhhətimdə mədə-bağırsağımla bağlı çox ciddi problemlər yaşayıram. Müalicə alıram və mənə stres olmaz. Yəni həkimin tapşırdığı stres minimum olmalıdır. Plus panik atakdan əlavə, mədə-bağırsaq problemindən əlavə məndə ürək ritm pozğunluğu problemi də var. Bu genetik bir problemdir. Mənə həyəcanlanmaq olmaz. Nə yaxşı tərəfdən, nə pis tərəfdən. Yəni mən həyəcan keçirməməliyəm. Sevinə bilərəm, amma həyəcanlana bilmərəm. O da mənə çox pis təsir eləyir. Dilim, ağzım quruyur, boğazım düyünlənir, nəfəsim daralır, nəfəs ala bilmirəm. Ondan sonra da başlayır panik atak. Demək istədiyim nədir? Demək istəyirəm ki, əslində mən sürücüyə deyirəm ki, məndə belə bir problem var, bunu nəzərə alın. Sürücü də qarşına mənə deyir ki, məndə də var, nə olsun? Nəysə, axır bir təhər başa saldım. Başa düşdüyü dildən, daha doğrusu başa saldım. Mən danışdığım dildən gördüm, başa düşür. Başa düşdüyü dildən başa salandan sonra başa düşdü. Və normal yolun sürməyə başladım. Mən sürücüyə hətta əvvəlcədən yazmışdım ki, maşında, daşıma çantasında bir şeylərim olacaq. Mən sevmədim, nəyi xoşuma gəlmədi ilk növbədə. Bizi götürməyə gələn kimi bir şeyləri bagaja qoyun. Bu söz işlətdi, ifadəni işlətdi. O söz mən sevmirəm. Zaten mən onu bagaja qoyacağam. Çünki xəstə pişiklərdir. Əlavə olaraq yol boyu biz hətta itlər üçün zabrat rahatdan yemək almışdıq axı. Orada bir qismini oradakı itlərə verib, digər qismini gətirdi. Yəni kisənin ağzı açılmışdı. Yol boyu da yeməyin iyindən şikayət edib. Yeməyin iyi gəlir, yeməyin iyi gəlir. Nə deməksə, insanda biraz nəzakət olmalıdır. İnsan biraz empatiya qurmağı bacarmalıdır. Təəssüf ki, çox təəssüf ki, əksər insanlarımız bu şeydən məhrumdur. Yəni sən sürücüsən. Sənin vəzifən məni A nöqtəsindən B nöqtəsinə sağ-salamat təhlükəsiz formada çatdırmaqdır. Mən də bir müştəri olaraq, sərnişin olaraq borcum sənin belə deyək, haqqın nəticə onu ödəməkdir. Yəni mən sənə problem yaratmıramsa, sən də mənə problem yaratmalı deyilsən. Nəysə, mövzudan çox kənara çıxdım. Başım ağrıdı bu şeydən. Əslində o deməklə olan bir şey deyil. Yəni insan, mənim rəhmətli nənəmin dediyi bir söz var idi ki, su gərək quyunun dibində ola. Ora sən nə qədər su tökürsən tök, olan deyil ki, olan deyil. Təbii ki, biz hər şeyi anamızın qarnında, üzr istəyirəm ifadəmi, anamızın qarnında öyrənib çıxmırıq, yaşadıkca öyrənirik. Həyatı dərk elədikcə öyrənirik. Amma bəzilərimiz təəssüf ki, vaxtında öyrənirik, bəzilərimiz təəssüf ki, 70-imizə də çatsaq öyrənə bilmirik. Bəlkə də bilirsiniz, bu şeydən asılıdır. İnsanın öyrənmək istəyindən də çox şey asılıdır. Qısaca desək, bizə sığınacağa daxili xarici parazit dərmanları lazımdır. Onun üçün Instagramda paylaşım eləyəcəm. Siz də dəstək olsanız çox sevinərəm. Videoları bəyənməyi, yorum yazmağı, fikir yazmağı, şərh yazmağı daha doğrusu, paylaşmağı dostlarınızla falan unutmayın, çox xahiş edirəm. Bir də orada bildirimləri açmağı ki, video yüklənəndə ilk siz xəbərdar olun. Bu qədər təşəkkür edirəm. Çox sağ olun ki, izlədiniz.
Bəlkə sizə asan görsənir bu videolar çəkib buraya yükləmək. İnanın ki, asan deyil əslində. Belə. Çox sağ olun. Təşəkkür edirəm ki, izlədiniz. Minnətdarım.